Əgər ondan əvvəl Sumun 18 yaşayış məntəqəsi, indi bugün 2 yaşayış məntəqəsi də belə deyək ki, tutulub. Qarşıda 7 yaşayış məntəqəsində Suma qədər olan çox çətin günlər gözləyir. Təbii ki, Sum da böyük şəhərdir, yəni vilayət mərkəzidir. Ona görə də məcburdular insanların evakuasiyasını həll etsinlər. Amma oranı almaq heç də bir o qədər də asan deyil. Mən yəni Ukrayna Müdafiə Nazirliyinin, eyni zamanda Ukrayna komandanlığının informasiyasına baxanda bu Rusiyaya heç də asanlıqla başa gələsi deyil ki, elə sabahlarda hücum edib Sumu tutacaqlar. Zamanında Donetski, Luganski tutduqları kimi. Uzun bir prosesdir. Yadınızdadır mı? Mariupol neçə aylarla uzun bir müddət getdi. Yəni Ukrayna ordusunun müdafiə olunmaq qabiliyyəti var. Amma o da bir yerə qədərdir. Aydın bir şey ki, resurslar uyğun deyildi. Həm canlı qüvvə baxımından, həm silah-sursat baxımından. Sadəcə olaraq burada bilirsiniz Jalə xanım, iki tərəf var. Yalnız Ukrayna, Rusiya deyil. Yəni çox təəssüf ki, yəni Ukrayna, Avropa İttifaqı, Böyük Britaniya bir yerdədir, fikirlər üst-üstə düşür, məsələni həll edirlər, necə deyərlər, eyni mövqedən çıxış edirlər. Rusiya, çox təəssüf ki, Amerika Birləşmiş Ştatları Rusiyanın mövqeyindən daha çox çıxış edir. Konkret olaraq Trumpın mövqeyinə baxanda burada nə atəşkəsə meyillik var. Yəni ki, və yaxud da ki, sanksiya tətbiq etmək məsələsi var da ki, Trump tərəfindən. Siz bilirsiniz də, o senatorlar hazırlayıb, 80-dən çox senator qol çəkibdir. İndi çox gizli şəkildə, məxfi şəkildə Bəyaz Ev, yəni Ağ Ev təsir göstərir həmən senatorlara ki, yüngülləşdirin bu məsələni. Mən onu deyir, qəbul etməyəcəm. Niyə? Bəs bunun qarşılığında Rusiya Birləşmiş Ştatlara nə vəd eləmiş ola bilər? Yəni Birləşmiş Ştatlarla Trumpı, daha doğrusu Putinlə Trumpı nə birləşdirir? Hansı maraqlar birləşdirir ki? Bu barədə o qədər informasiyalar var ki, yəni ki, az qala keçmiş KGB-dən tərəfindən cəlb olunmağa qədər. Yəni bu mənim üçün açıq deyil, çox inandırıcı deyil və heç vaxt da sübut olunması bir məsələ deyil bu məsələ. Amma faktiki olaraq mövqeyində Trumpın ümumiyyətlə avtoritarizmə, diktatorlara bir xüsusi bir meyli var. Özü də onu həmişə də qeyd edir ki, onlar qərarı daha tez qəbul edirlər, nəinki demokratik ölkələr. Yəni ki, tutaq ki, ərəb ölkələrinə deyək ki, 3 trilyon vəsait yatsızdıran Amerika Birləşmiş Ştatlarına ərəb ölkələrdə məmnuniyyətlə bunu qəbul edirlər və bu məsələləri həll edir. Və Trumpın da indiyənə qədər əldə etdiyi uğur elə o ərəb ölkələrindən aldığı 3 trilyonluq vəsaitdir. Bundan başqa elə bir ciddi uğuru yoxdur. Nə Amerika-İran münasibətlərində məsələ, nə Həmas-İsrail münasibətlərində, əksinə vəziyyət daha da korlanıbdır orada. İsraillə münasibətlər korlanıb. Ukraynanın yanında durmaq əvəzinə ki, yəni ki, zamanında söz vermişdi ki, 24 saata bitirəcəm, Rusiya ağır sanksiyalar. Bax, bu mövqe məcbur olursan deyəsən ki, iki tərəf var. Amerika, Rusiya bir tərəfdə dayanıb, çox qəribə gəlir də, təzadlıdır Amerika. Düzdür, Amerikanın hələ də köməyi Ukraynaya davam eləyir. Tutaq, kəşfiyyat məlumatlarını verir, o Starlink vasitəsilə. Amma o ciddi sanksiyalar tətbiq etmək və ya güclü silahlar tətbiq etmək, ən azı mövqe bildirmə, ritorikasında belə sərtliyi heç vaxt görsənməyib. Son günlərdəki xüsusi olaraq göstərilir ki, yəni ki, Trumpın mövqeyi Rusiya üçün bir stimuldur. O stimulla da məhz bir-birinin ardınca ən belə sərt hücumları təşkil edir. Artıq onun üçün fərqi yoxdur. Bura hərbi obyektiv, mülki obyektiv, necə əvvəllər olduğu kimi, indi isə xüsusilə.